إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار وبعد. Əziz müsəlmanlar, ən birinci özümü və sizləri Allahdan qorxmağa çağırıram, təqvalı olmağa çağırıram. Təqva bütün əməllərin başıdır və insanın bu həyatda əsas səy etməsi, çalışması, təqva sifətini qazanması üçündür. Bütün əməllərdən, İslamın bütün şiarlarından da məqsəd insanın təqva sifətini qazanmasıdır. Əziz müsəlmanlar, insana təqva sifətini qazandıran əməllərdən biri də İslamın şiarlarını, İslamın nişanələrini təzim etməkdir. Zəlikə və mən yuazzim şəairallah fəinnəhə min təqvəl qulub. Allah Azə və Cəllə buyurur ki, Allahın şiarlarını, Allahın nişanələrini təzim etmək qəlblərin təqvasındandır. Əziz müsəlmanlar, İslamın əzəmətli şiarlarından biri də cümə günüdür, cümə namazıdır. Və bu şiarı təzim etmək üçün hər bir müsəlman çalışmalıdır və bu cümə gününün fəzilətini bəyan etmək üçün Allah Azə və Cəllə Quran-ı Kərimdə ayrıca Cümə surəsini nazil etmişdir. Və bu surədə Allah Azə və Cəllə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, İzə nudiyə lis-salati min yevmil cüm'ati fəs'əv ilə zikrilləhi və zərul bəy'. Ey iman gətirənlər, cümə günü namaza dəvət olunduğunuz zaman, çağrıldığınız zaman alış-verişi tərk edərək, namaza tələsin, Allahın zikrinə tələsin. Zəlikum xeyrul ləkum ləv kuntum ta'ləmun. Kəş ki bilsəydiniz ki, bu sizin üçün nə qədər xeyirlidir. Və müsəlman üçün nə qədər xeyirli olduğunu insan bilmir və onun savabını, əcrini yalnız qiyamət günü Allah Azə və Cəllənin hüzurunda olduğu zaman biləcəkdir. Və cümə günü fəzilətli bir gündür. Allah Azə və Cəllə Adəm əleyhissalamı cümə gündə yaradıb, cümə gündə onu cənnətə daxil edib, cümə gündə cənnətdən çıxarıb və qiyamət də cümə günündə qopacaqdır. Və cümə günün əzəmətindəndir ki, əziz müsəlmanlar, Allah Azə və Cəllə cümə gününü bu ümmətə ən xeyirli olan İslam ümmətinə nəsib etmişdir. Həftənin digər günlərini başqa ümmətlərə verdi, lakin cümə gününü günlərin seyyidi, günlərin ağası olan cümə gününü isə müsəlmanlara bəxş etdi. Və cümə namazı həqiqətən müsəlman üçün bir toplantıdır. Ona görə sələflərdən bəziləri deyərdilər ki, yəni məqsəd cümə namazı miskinlərin, kasıbların həccidir. Niyə görə? Necə ki, həcdə müsəlmanlar bir araya toplaşırlar, həccə gedə bilməyən, imkanı olmayanlar isə müsəlman qardaşları ilə cümə günündə bir araya gəlirlər və cümə günündə özündə ehtiva edən, əhatə edən nə qədər ibadətlər var. Əziz müsəlmanlar, cümə gününün özünə məxsus ədəbləri var. Və hər bir müsəlman bu ədəbləri öyrənməsi, həyatında tətbiq etməsi lazımdır. Həmçinin cümə günündə yasaq olunan, qadağan olunan əməllər var ki, hər bir müsəlman bu qadağalardan uzaq durması lazımdır. Və bəzi müsəlmanlar birinci bu ədəblərlə başlayaq və cümənin ədəblərindən ən birincisi cümə gecəsindən başlayır. Sələflər cümə namazına, cümə gününə, cümə axşamından hazırlaşardılar. Yəni, necə hazırlıq görərdilər? Axşamdan, həmin gecədən artıq məğrib namazından sonra artıq cümə günü daxil oldu deyə zikr edərdilər, istiğfar edərdilər, Quran oxumağa çoxallardılar və onların cüməyə hazırlığı idi. Hətta bəziləri cümə qüsülündən əlavə olaraq cümə axşamı da, sələflərdən bəziləri cümə axşamı da qüsül alardılar və cümə gününün təzimi üçün o günə etdikləri hörmət olaraq bu əməli edərdilər. Həmçinin əziz müsəlmanlar cümənin ədəblərindən cümə namazı üçün qüsl almaqdır və qüslün vaxtı əslində gün çıxan vaxtdan başlayır. Lakin insan müəyyən səbəblərdən
məsələn, sübh namazından sonra da qüsl alarsa, inşallah onun qüsülü səhih sayılır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Mən cəə minkumul cüm'ətə fəlyəğtəsil. Sizdən kim cüməyə gələrsə, qüsl alsın. Başqa hədisdə buyurur ki, Guslul cüm'əti vacibun alə kulli muhtəlim. Cümə qüsülü hər bir həddi buluğa çatmış insana vacibdir. Yəni, qüsül kimlərə vacib olur? Kimlər alması gərəkir? Cümə namazına gələn və həddi buluğa çatan hər bir kişi. Yəni, bununla başa düşürük ki, qadınlara cümə qüsülü vacib deyil. Həmçinin cümə namazına müəyyən səbəblərdən gələ bilməyən, üzürlü səbəblərdən gələ bilməyən insanlara da, məsələn, insan xəstədir və ya səfərdədir, cümə vacib deyil, cüməyə gəlmir. O insanlara da cümə günü qüsl almaq vacib deyil. Həmçinin burada həddi buluğa çatmış qeydindən də məqsəd odur ki, yəni uşaqlara cümə qüslü vacib deyil. Lakin həddi buluğa çatdısa, artıq onlara da cümə qüslü vacib olur. Əziz müsəlmanlar, cümənin ədəblərindən biri də cümə namazına erkən gəlməkdir. Nə qədər tez gələrsənsə, Allah qatında sənin savabın o qədər böyük olar. Çünki erkən gəlməkdə böyük faydalar var. O faydalardan ən birincisi insanın birinci səfdə sahib olmasıdır. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, insanlar birinci səfdə və həmçinin əzanda hansı savab olduğunu bilsəydilər, bunun üçün püşk atardılar. Başqa ləfzdə gəlir ki, sürünərək də olsa insanlar birinci səf üçün və bunun hansı savablı olduğunu bilsəydilər, sürünərək də olmaqsa, cümə namaza gələrdilər, onu tərk etməzdilər. Və həmçinin cümə günü özəl olaraq hədis var Rasulullah sallallahu aleyhi və səlləmdən. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim evində qüsl alarsa və cümənin birinci saatında cümə namazına gələrsə, sanki bir dəvə qurban kəsmiş kimidir. İkinci saatında gələn bir inək qurban, üçüncü saatında gələn bir qoyun qurban kəsmiş kimidir. Dördüncü saatında gələn bir toyuq sədəqə vermiş kimidir. Beşinci saatında gələn də bir yumurta sədəqə vermiş kimidir. Və çalış sən həmişə dəvə qurban verənlərin savabını qazanmağa çalış. Və buna həris ol. Sələflər deyir ki, sələflərdən gəlir ki, onlar günəş çıxar-çıxmaz həmən cümə namazı üçün məscidə gedərdilər. Sübh namazını qılardılar, günəş çıxdığı anda isə cümə namazı üçün məscidə gedərdilər. Yəni, məscidə nə qədər erkən gələrdisə, o qədər bilirdi ki, Allah qatında əcri, savabı daha çoxdur. Əziz müsəlmanlar, cümə günün ədəblərindən biri də Kəhf surəsini oxumaqdır. Rasulullah sallallahu aleyhi və səlləmin buyurduğu kimi, Kəhf surəsini kim oxuyarsa, yəni cümə axşamı, cümə gecəsi və ya cümə günü kim oxuyarsa, o biri cüməyə qədər onun üçün nur olar, onun üçün ışıq olar. Və bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə vəsiyyətidir, cümə gününün gözəl əməllərindəndir. Əziz müsəlmanlar, cümə gününün ədəblərindən biri də həmin günündə istiğfarı çoxaltmaq, Allah Azə və Cəllənin zikrini çoxaltmaq, Allah Azə və Cəlləni çoxlu zikr etmək və Allah Azə və Cəlləni hər zaman insan zikr etməlidir. Lakin fəzilətli günlərdə, fəzilətli yerlərdə zikri çoxaltmaq salihlərin, təqva əhlinin sifətlərindəndir. Əziz müsəlmanlar, həmçinin cümə gününün ədəblərindən biri də Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirmək, salavatı çoxaltmaq. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, cümə günü mənə olan salavatı çoxaldın. İbn Qayyim rahimehullah deyir ki, cümə günü Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirilən gündür. Yəni, insan hər bir vaxtında Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirməlidir. Belə ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə bir salavat gətirərsə, Allah Azə və Cəllə ona 10 qat artığını verər. Amma bunu cümə günü etməyin isə ayrıca bir fəziləti var, ayrıca bir üstünlüyü var. Əziz müsəlmanlar, cümə gününün həmçinin ədəblərindən biri də cümə namazından sonra 4 rükət sünnəti qılmaqdır. Və bu da cümə namazının ədəblərindəndir. Cümə gününün ədəblərindəndir ki, insan cümə günü 4 rükət farz namazından sonra, cümənin farzından sonra 4 rükət sünnət qılır. Lakin bu sünnəti qılmazsa, evinə gedərsə, evdə qılacağı isə 2 rükət olur. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm cümə günü məsciddə qılardısa, cümənin sünnətini 4 qılardı, evində qılardısa 2 rükət olaraq qılardı. Həmçinin əziz müsəlmanlar, cümə namazının sünnətlərindən
gözəl əməllərindən biri də cümə üçün ən gözəl paltarı geyinib gəlmək, ətirlənmək və bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin və onun səhabələrinin əməllərindən idi. Və müsəlman həmişə təmiz olmalıdır, gözəl paltar geyinməlidir. Lakin necə ki sələflər edərdilər, ən yaxşı paltarlarını onlar cümə günü geyinərdilər. Və bu da onların cümə gününü təzim etmələrindən irəli gəlirdi. Əziz müsəlmanlar, həmçinin cümənin ədəblərindən biri də odur ki, cümə günü insanın məscidə gəldisə, erkən gəldisə, imam minbərə çıxana qədər insanın çoxlu namaz qılmasıdır. Necə ki, hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur, yəni say qoymadan bacardığı qədər 2 rükət namaz qılmaq müstəhəb əməllərdəndir. Bu, yəni bu cümənin ön sünnəti deyil. Cümənin ön sünnəti deyən bir şey yoxdur. Necə ki, bu barədə az sonra danışacaq. Bu, nafilə olaraq cümə günü gələn insanın, deyək ki, cümədən 2 saat, 3 saat öncə də gəlsə, cümə namazına qədər 2 namaz qılmasıdır. Necə ki, bunu sələflər edərdi. Hətta bir an belə buraxmazlar. İmam minbərə çıxana qədər durmadan onlar namaz qılardılar. Və bu da bugünkü günü bəlkə bir çox yerlərdə tərk olunmuş sünnətlərdəndir. Və insan çalışıb bu sünnəti də diriltməyə çalışmalıdır. Həmçinin, əziz müsəlmanlar, cümə gününün ədəblərindən biri də cümə vaxtında, cümə günündə duaların icabət vaxtı ki var, hansı ki ehtimal olunan vaxtlardır, o vaxtlara həris olmaq. Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, cümə günü bir saat var ki, insan o saatda dua edərsə, onun duası rədd olunmaz. Və o saatda, necə ki başqa hədisdə bəyan edir, cümənin axır saatıdır, cümənin son saatıdır. Tavus rahiməhullah, sələf imamlarından, tabinlərdən olan Tavus rahiməhullah əsr namazını qıldıqdan sonra oturardı. Düz məğribə qədər durmadan dua edərdi. Və bu da cümənin ədəblərindəndir. Həmçinin, əziz müsəlmanlar, cümənin ədəblərindən biri də imam minbərdə olduğu zaman, daha doğrusu 2 xütbə arasında olduğu zaman, bəzi alimlərin görüşünə görə duaların qəbul olan yeri odur. Həmçinin cümənin ədəblərindən biri də imam Peyğəmbər sallallahu aleyhi və səlləmin adını çəkərsə, Rasulullah sallallahu aleyhi və səlləmə yavaş səslə salavat gətirmək. Bu da ədəblərdəndir. Rasulullah sallallahu aleyhi və səlləmin deyir ki, kim mənim adımı eşidib mənə salavat gətirməzsə, o xəsis bir insandır. Başqa bir ləfzdə buyurur ki, onun burnu yerə sürtürsün. Ona görə bu bədduaya rast gəlməmək üçün Rasulullah sallallahu aleyhi ve sellem'in adını hər eşitdiyində ona salavat gətir. Və bu da cümənin ədəblərindəndir. Əziz müsəlmanlar, və cümənin bir çox ədəbləri var və biz çalışıb bu ədəbləri öyrənib həyatımızda tətbiq etməmiz lazımdır. Öyrənib əməl etməmiz lazımdır. Və bu ədəblər bir dəfə deyilib keçiləcək mövzular deyil. Bu ədəblər öyrənib əməl etmək üçündür. İnsanın həyatında bu ədəbləri yaşaması üçündür. Ona görə bu ədəbləri öyrənək və cümə namazının kamil şəkildə əda etməyə çalışaq. Ən gözəl şəkildə əda etməyə çalışaq. Çünki sən Rəbbinin huzuruna gəlirsən və həftəlik ən əzəmətli ibadətini yerinə yetirirsən. Həftəlik ən əzəmətli ibadətini də çalış ki, ən kamil şəkildə, ən gözəl şəkildə yerinə yetirəsən. Aqulu hadzal qawl və estəğfirullah li və lakum min kulli zənb fəstəğfiru innehu vel gafurur rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Varda Allahumma an hulefâir raşidin. Ebu Bekir ve Ömer ve Osman ve Ali. Ve an sair ashabihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Ve ba'd. Aziz müsəlmanlar, cümə günü bəzi əməllər var ki, o əməllərə müsəlman diqqət etməlidir. O əməllərdən özünü qorumalıdır. Onların bəziləri ümumi cümə gününə aiddir. Bəziləri isə cümə vaxtına aiddir. Müsəlman bu əməllərə diqqət etməlidir. Bu əməllərdən ən birincisi cümə namazına təxəllüf etmək, cümə namazından qalmaq və bu təhlükəli bir əməldir. Bu təhlükəli bir əməldir. Sələflər deyərdi ki, biz cümə namazından təxəllüf edəni nifaqda ittiham edərdik. Yəni, münafiq olmaqda. Həmçinin bəziləri deyir ki, cümə namazını tərk etmək münafiqliyin əlamətlərindəndir.
Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur ki, kim 3 cüməni ardıcıl olaraq tərk edərsə, onun qəlbi möhürlənər. Onun qəlbinə möhür vurular. Yəni bu hədisin mənası odur ki, qəlb möhürləndikdən sonra insan nə yaxşıyı, nə pisi ayrı edə bilmir. Nə məruf əməlləri bilmir ki, ona əməl etsin, nə də münkərləri bilmir ki, ondan uzaqlaşsın. Ona görürsən ki, cümə namazına səhlənkarlıq edən insanların halını görürsən və baxırsan ki, halal haram qalmırlar. Halal harama baxmırlar, diqqət etmirlər. Nə üçün? Çünki artıq qəlb möhürlənibdir. Artıq 3 dəfə cüməni üzürsüz tərk edənlərdən olubdur. Həmçinin cümə namazında, cümə günü ilə bağlı diqqət edilməsi gerəkən şeylərdən biri insanın alış-verişi, ticarəti tərk etməsidir. Birinci əzanla, daha doğrusu azan verməklə, yəni cümə günü zaten bir əzan var, o da imam minbərə çıxanda verilən əzandır. Bu əzanla alış-veriş dayanmalıdır. Alış-veriş etmək olmaz. Çünki Allah Azze ve Celle buyurur ki, وَذَرُ الْبَيْعِ Alış-verişi tərk edin, alış-verişi buraxın. Və bəzi insanlar nə edirlər? Dükkanı açıq qoyurlar, dükkana başqa birini qoyurlar. Özüm deyir, əsas odur ki, cümədə iştirak edirəm. Bu da haramdır. Cümə vaxtı sənin dükkanından alış-veriş edilərsə, o alış-veriş haramdır. Oradan qazanılan qazanc haram tikədir. Haram tikədə cəhənnəmdə insanın qarnında ateşə səbəb olacaq. Ateşin daxil olmasına səbəb olacaq. Ona görə Allahdan qorx. Dünya malı üçün ahirətini təhlükəyə atma. Cüməni təhlükəyə atma. Cümə namazı vaxtı dükkanı bağla. Həmin vaxtı dükkanın çalışmasın. 1 saat sənin dükkanın çalışmasa sənə heç nə olmayacaq. Amma o çalışdığı zaman bil ki, sən ahirətini zay edirsən, ahirətini puç edirsən, haram tikə qazanırsan, sonra da şikayət edirsən ki, dua edirəm, duam qəbul deyil. Necə qəbul olsun? Rasulullah sallallahu aleyhi ve sellem'in buyurduğu kimi bir insanın yediği haram, içtiği haram, haramla qidalanarsa onun deyir duası necə qəbul olsun? Haram tikə insanın duasının qəbul olmasına mane olur. Həmçinin əziz müsəlmanlar, cümə günü edilən xətalardan biri də cüməyə gecikməkdir, cümə namazına gecikməkdir və bu bəziləri cümə gününə imam minbərə çıxdıqdan sonra gəlir və Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, mələklər məscidin qarşısında cüməyə gələnləri yazan mələklər vardır. İmam minbərə çıxdığı anda mələklər kitablarını bağlayıb xütbəni dinləmək üçün gedərlər. Yəni, imam minbərə çıxdıqdan sonra cüməyə gələn insanlar o günü cümədə iştirak edənlərdən Allah qatında yazılmaz. Ona görə özünü məhrum etmə, biraz erkən çıx, işindən biraz erkən hərəkət et. Həmçinin əziz müsəlmanlar, cümə günü diqqət edilməsi gərəkən məsələlərdən biri də cümə vaxtı danışmaqdır və cümə vaxtı danışmaq haram əməllərdəndir, böyük günahlardandır. Peyğəmbər sallallahu aleyhi və səlləm cümə vaxtı danışanı uzunqulağa bənzədib. Əgər ona bənzəmək istəmirsənsə, cümə vaxtı sus. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, cümə vaxtı danışana sus deyənin cüməsi batildir. Danışana sən sus deyərsənsə, sənin cümən batildirsə, danışanın halı necədir? Həmçinin bəzi insanlar var, xəta edirlər, məscidə girirlər, xütbə gedə-gedə, yüksək səslə salam verirlər və gəlirlər insanlarla əl tuturlar, danışırlar. Nə üzr olsun, cümə vaxtı danışmaq haramdır. Kim danışarsa cüməsi batil olur. Nə üzr olsun, danışmaq icazəli deyil. Cümə vaxtı yalnız 2 şeyə icazə var. Cümə dinləyənlərin 2 şeyə icazəsi var. Birincisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin adı çəkildikdə yavaş səslə ona salavat gətirmək. İkincisi də imam dua etdikdə imamın duasına amin demək. Bu da imamla bağlı olduğu üçün bunlar icazəlidir. Və yaxud deyək ki, imam xütbə əsnasında xütbəsini kəsib kimdənsə bir söz soruşarsa o cavab verə bilər. Lakin İnsanlar öz aralarında danışmaları, hətta vacib bir məsələ olsa belə danışmaları haramdır, cümələrini batil edir. Həmçinin cümə vaxtı insanın bəzi şeylərlə oynaması, nə ilə olur olsun, oynaması onun cüməsini batil edir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim yerdəki daşlarla oynayarsa, onun cüməsi batildir. Yəni bilirsiniz, qədimdə məscid xırda daşlardan ibarət, torpaq və daşlar idi. Kimsə məsələn xütbə gedə-gedə o daşla oynayır, onun cüməsi deyir, batildir. Və bugünkü günü telefonla oynamaq da eyni hökmdədir. Xütbə gedə-gedə sosial şəbəkələrə girmək, xütbə gedə-gedə mesajlara baxmaq, xütbə gedə-gedə mesajlara cavab vermək həmin insanın cüməsini batil edir, həmin insanın cüməsini puça çıxarır. Allahdan qorxsun həmin insanlar
öz əməllərini batil etməsinlər. Cümə vaxtı həmçinin insanın diqqət etməsi gerəkən əməllərdən biri də, yəni daha doğrusu çəkinməsi gerəkən əməllərdən biri də yatmaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə əmr edib ki, xütbəyə qulaq asaq. Necə ki, bu barədə hədislər var. Cümə vaxtı insanın borcu imamın xütbəsini dinləməkdir. Və sələflər deyir ki, kim cümə vaxtı yatarsa, o artıq hirmana düşənlərdəndir, məhrum olanlardandır. Çünki cümənin əsas məqsədlərindən biri cümə xütbəsini dinləmək, bu moizədən faydalanmaqdır. Həmin insanlar da bu moizədən artıq yatdıqları üçün məhrum olanlardandır. Həmçinin əziz müsəlmanlar, xütbə gedə-gedə insanın məsciddən çıxması haram əməllərdəndir. Haram olan əməllərdəndir və bu da icazəli deyil. Cümədə müsəlmana yaraşmayan əməllərdəndir. Həmçinin cümə gedə-gedə insanların alış-veriş etməsi, az öncə dediyimiz kimi, istər məscidin önündə, məscidin həyətində, bu da haram əməllərdəndir. Əziz müsəlmanlar, cümə günü qadağan olunan yasaqlardan, əməllərdən və yaxud deyək ki, icazə verilməyən əməllərdən biri də insanların müəyyən bir bidətlər ortaya çıxarmasıdır. Rasulullah sallallahu aleyhi ve sellemin sünnəsində olmayan əməlləri etməsidir. Onlardan biri məsələn cümə namazından öncə 4 rükət sünnət adıyla namaz qılmasıdır. Rasulullah sallallahu aleyhi ve sellem cümədən öncə cümənin ön sünnəti deyə bir namaz buyurmamışdır. Cümədən öncə, az öncə dediyimiz kimi saysız şəkildə qıla bilərsən, lakin 4 rükət olaraq xüsusiləşdirməyə dəlil gərəkir və bu barədə də hər hansı bir dəlil yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində nə gəlibsə, onunla yetərlən. Necə ki, İbn Məsud radiyallahu anh buyurur ki, Əl-iqtisadu fil-sünnə xeyrun minəl-ictihadi fil-bid'a. Sünnə ilə yetərlənmək, bidətdə ictihad etməkdən, bidətdə çalışmaqdan daha xeyirlidir. Sünnədə nə gəlibsə, onunla yetərlən. Cümə günü Peyğəmbər sallallahu aleyhi ve sellem yalnız cümənin son sünnətini qılmışdır. Ön sünnəti deyə bir şey buyurmamışdır. Bəziləri deyir ki, bu zöhr namazı kimidir? Xeyr, cümə namazı zöhr namazının vaxtında qılınsa da belə, zöhr namazı demək deyil. Birincisi zöhr namazı 4 rükətdir, cümə namazı 2 rükətdir. İkincisi zöhr namazında xütbə yoxdur, cümə namazında xütbə var. Zöhr namazından sonra 2 rükət sünnət var, cümədən sonra 4 rükət sünnət var. Zöhr namazını yalnız gün zeniti keçdikdən sonra qıla bilərsən, cümə namazını isə bir çox alimlərin görüşünə görə duha vaxtı da qılmaq olar. Yəni zöhrün vaxtı girməzdən öncə də qılsan keçərlidir. Deməli, o zöhr namazı deyil. Zöhr namazı deyilsə, onun ilk sünnəti də deməli olmaması normal bir şeydir. Həmçinin əziz müsəlmanlar, cümə günü edilən bəzi bidətlərdən biri də insanların xorla zikr etməsidir. İmamın və müəzzinin Subhanallah deyəndə hər kəsin eyni vaxtda Subhanallah deməsi, Elhamdülillah deyəndə hər kəsin eyni vaxtda Elhamdülillah deməsi və bu da nədir? Sünnədə varid olmayan əməllərdəndir. Cümə günü farz namazı qılındıqdan sonra hər kəs namazın təsbihlərini özü etməsi lazımdır. Bu həm cüməyə aiddir, həm də fərz namazlarına aiddir. Xor şəklində, cəmaat şəklində zikr olunmaz. Həmçinin əziz müsəlmanlar, cümədə varid olmayan əməllərdən biri də cümədən sonra insanların qalxıb bir-bir görüşməsi, cümə mübarəkdir deməsidir. Bu da sünnədə gəlməmişdir. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm, nə onun sahabələri cümə namazından sonra bir-birini təbrik etməmişlər. Səndən, məndən daha xeyirli olan insanlar bunu etməmişlər. Onlar nə zaman ediblər? Bayram namazından sonra ediblər. 2 bayramdan sonra ediblər. Lakin cümə namazından sonra etməyiblər. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə təxminən 9 il cümə namazı qıldı. Və bu müddət ərzində bir dəfə də olsun Peyğəmbər sallallahu aleyhi və səlləmdən cüməniz mübarək deyə bir təbrik eşitməmişik. Və bir hədis varid olmayıb və onun sahabələrindən bir rəvayət gəlməyib ki, onlar bu 9 il ərzində bir-birini cümədən sonra təbrik edirdilər deyə. Səndən, məndən daha xeyirli olan o insanların etmədiyini etməkdə əslində xeyir var. Şər isə onların etmədiyini etməkdədir. Xeyir onların nə etməyiblərsə sən də etmə. Çünki xeyir olsaydı, həqiqi xeyir olsaydı, onlar səni də məni də qabaqlayardılar. Bizim üçün hər bir şeydə onlarda gözəl nümunə vardır. Allah Azə və Cəllə istəyirəm ki, bizi cümə namazlarımızı haqqı ilə qoruyub, ona diqqət edən qullarına eləsin. Allah Azə və Cəllə istəyirəm ki, Allah Azə və Cəllə
bizi sözlərimizdə, əməllərimizdə ixlaslı olanlardan eyləsin. Allah Azze və Cəllə'dən istəyirəm ki, Allah Azze və Cəllə bizim qəlbimizi iman nuru ilə doldursun. Allah Azze və Cəllə'dən istəyirəm ki, Allah Azze və Cəllə millətimizə, xalqımıza hidayət versin. Onların qəlbinə iman nurunu salsın. Allah Azze və Cəllə istəyirəm ki, Allah Azze və Cəllə xəstələrimizə şəfa versin. Vəfat etmiş müsəlmanlara rəhmət eləsin. Allah Azze və Cəllə'dən istəyirəm ki, Allah Azze və Cəllə bizi Firdevs əhlindən eyləsin. Firdevs cənnətində bir ayaraya cəm olan qullarından eyləsin. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tezekkerun. Fazkurullaha yazkurukum veşkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi ekber. Vallahu ya'lemu ma tasna'un.